Salam, çox hörmətli izləyicilər, hər birinizi Şahin TV kanalımızdan salamlayırıq və nəzərinizə bugün bir məsələni çatdıracağım dəyərli izləyicilərimiz. Biz bugün Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin 2-ci Yüzbaşlı kəndinə gəlmişik. Əlbəttə ki, 2-ci Yüzbaşlı kəndi adı gələndə birinci yadımıza yollar düşürdü. Çünki yollarımız çox bərbad bir vəziyyətdə idi. Səhərlər şagirdlər məktəbə getdiyi zaman bu yollarda çox əziyyətlər çəkirdilər. Bu yollardan istifadə edən əhalimiz də çox əziyyət çəkirdi və kəndimizə gələn təcili yardım maşınları da bu yollarda əziyyət çəkirdilər. Vaxtında gedib xəstəmizə çata bilmirdilər və bu günlərim bu məsələdən xəbər tutan Ağdam rayonunun icra başçısı cənab Vaqif Həsənov və Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin bələdiyyə sədri olan Elnur Abbasov və Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin Sovet sədri olan Vaqif Kazımov sayəsində bu yollarımıza şebel dağıdılaraq əhaliyə yenidən təqdim olundu və indi isə gördüyünüz kimi əhalimiz bu yolu rahat şəkildə işləyə bilirlər və bu insanların bu yolları abadlaşdırdığına görə kənd əhalisi adından biz Ağdam rayonunun icra başçısı cənab Vaqif Həsənova və Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin bələdiyyə sədri olan Elnur Abbasova dərin təşəkkürümüzü bildiririk ki, çox sağ olsunlar ki, onlar bugün bu yolları normal vəziyyətdə təmir edərək əhaliyə yenidən təqdim elədi. Və nəzərinizə çatdırın ki, dəyərli izləyicilərimiz, nəinki bura, başqa kəndlərimizdə də hal-hazırda abadlıq işləri davam etdirilir və bir az sonra sizi rayonumuzda və kəndimizdə başqa görülən abadlıq işləri ilə tanış edəcəyik. İndi isə gedək Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyində yerləşən Heydar bulağımızın təmir olunmuş bir formasını sizə təqdim edək, dəyərli izləyicilər. Və dəyərli izləyicilərimiz, gördüyünüz kimi gəldik Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinə. Gördüyünüz bu Heydar bulağı başqa bölgələrimizdən Ağdamımıza qonaq gələn vətəndaşlarımız burada maşını saxlayaraq əllərini yuya bilmirdilər. Çünki burada su gəlmirdi. Amma bugün çox sağ olsun Ağdam rayonunun icra başçısı cənab Vaqif Həsənov və Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin bələdiyyə sədri Elnur Abbasov sayəsində bugün burada təmir olunaraq əhalimizin sərəncamına verildi. Gördüyünüz kimi bu bulağın suyu indi normal şəkildə gəlir və əhalimiz buradan səmərəli istifadə edirlər. Və dəyərli izləyicilər, gördüyünüz kimi biz gəldik Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin kənd qəbirstanlığına. Gördüyünüz kimi kənd qəbirstanlığının daxilində olan bu bulaq fəaliyyətini itirmişdi. Qəbirstanlığa gələn əhalimiz burada nə əllərini yuya bilmirdilər, nə qəbirlərin üstünə su tapa bilmirdilər. Sağ olsun Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin bələdiyyə sədri Elnur Abbasov ki, məhz bura çən yerləşdirərək və bulağı təmir edərək əhalimizin sərəncamına yenidən verildi. Və dəyərli izləyicilər, nəzərinizə bir məsələni çatdırım ki, Ağdam rayonu Xındırıstan kənd qəbirstanlığının düz önündəyik gördüyünüz kimi. Və bu kənd qəbirstanlığının önündə yerləşən Əhlibeyt və Qarabağ şəhidləri adına tikilən bu bulaq Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin bələdiyyə sədri olan Elnur Abbasov da bura işçi qüvvəsi cəlb eləyərək buranı təmir elətdirib əhalinin sərəncamına yenidən təqdim elədi. Və mən əlbəttə ki, üzümü tuturam Ağdam rayonunun icra başçısı olan cənab Vaqif Həsənova və Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin bələdiyyə sədri olan Elnur Abbasova və Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin Sovet sədri olan Vaqif Kazımov bilmək ki, çox sağ olsunlar ki, bizim rayonda çox gözəl abadlıq işləri görürlər və görməyə də davam edirlər. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.